Which of the proverbs complete with the given situation logically correctly verilən variantlardan hansı cümləni doğru şəkildə tamamlayır? Jane lived with the family of her uncle Mr. Reed. Jane əmsinin ailəsi ilə yaşayırdı. When her uncle died, his wife, who was not kind to Jane, decided to send her to a school for poor girls. Demək, Jane'in əmsi öləndə, demək, əmsinin həyat yoldaşı Jane-ə mehriban davranmayan, demək, əmsinin həyat yoldaşı qərara gəlir ki, Jane'i kasıb qızlar üçün olan məktəbə göndərsin. Why did Mrs. Reed want to send Jane to a school for poor girls? Nə üçündür xanım Reed Jane'i kasıb qızlar üçün olan məktəbə göndərmək istəyir? Cavabımız gördüyünüz kimi C variantıdır. Out of sight, out of mind. Gözdən uzaq, könüldən iraq. Bu mənanı verir. Yəni gözdən uzaq olan könüldən də uzaq olur. A-da isə it is never too late to learn. Öyrənməyin yaşı yoxdur. Biz burada deyə bilmərik. Xüsusən də baxın görürsünüzmü? Orada a school for poor girls dedi. Yəni burada müsbət mənada yəni onu məktəbə göndərməyib. Sonra isə B-də isə never put off till tomorrow what you can do today. Bugünün işini sabaha qoyma deyir. D-də isə hunger breaks stone walls, yəni ac adam hər şeyi edər. Y variantında isə east or west, home is best, demək ki, gəzməyə qərb ölkə, ölməyə vətən yaxşı, ən yaxşı ekvivalenti Azərbaycan dilində budur. Demək, doğru cavabımız qalır C variantı. İkinci sual. Which of the options best completes the given dialogue? Verilən variantlardan hansı dialoqu doğru şəkildə tamamlayır? Elə var, doğru variantla başlayıb oxuyacağam. Why are you always complaining about your parents? Niyə həmişə valideynlərin haqqında şikayət edirsən? That's because they never stop criticizing me. Bu ona görədir ki, onlar heç vaxt məni deyir, qınamaqdan dayanmırlar, əl çəkmirlər. Why don't you try telling them how you feel about it? Deyir, nə üçün sən valideynlərinə bununla bağlı necə hiss etdiyini demirsən? Do you think I haven't? They just don't care about how I feel. Elə bilirsən deməmişəm, sadəcə onların vecinə deyil mən necə hiss edirəm. Doğru cavab qalır A variantı. Niyə digər variantlar olmayacaq onu deyəcəm. What's the reason for her aggressive behavior? Onun deyir aqressiv davranışının səbəbi nədir? Baxın, burada onlar deyir ki, məni heç vaxt tənqid etməyi dayandırmırlar. Məndən söhbət gedir. Orada olsaydı ki, your aggressive behavior, onda düşünə bilərdik. C variantında why are the policemen running around? Niyə polislər ətrafda gəzir? D variantında what makes you think that the exam questions will be difficult? İmtahan suallarının çətin olacağını sənə nə düşündürür? Yəni niyə görə düşünürsən ki, imtahan sualları çətin olacaq? Bunun da əlaqəsi yoxdur. Y variantında isə are your parents aware of the problems you are going through? Valideynlərin sənin problemlərindən xəbəri varmı? Biz burada that is because hissəsinə görə bu hissəni verə bilmirik. Gərək onda valideynlərinin onun problemlərindən xəbəri olub-olmaması ilə bağlı hə və yaxud da yox ilə cavab verməli idi. Ona görə Y variantda deyil, doğru cavab qalır A variantı. Sual 3. Which of the options completes the paragraph coherently? Verilən variantlardan hansı paragrafı məntiqi olaraq doğru şəkildə tamamlayır? The printing press invented by Johannes Gutenberg in the 15th century revolutionized the way information was shared. 15-ci əsrdə Johannes Gutenberg tərəfindən icad edilən çap dəzgahı məlumatın paylaşma formasını tamamilə dəyişdirdi. Before its invention, books were copied by hand, a process that was both time-consuming and expensive. Demək ki, çap maşınının icadından öncə kitablar əllə köçürülürdü. Bu da həm çox vaxt aparan, həm də baha başa gələn bir proses idi. The printing press made books more affordable and widely available, helping spread knowledge across Europe.
Çap dəzgahı kitabları daha əlçatan və geniş yayılan etdi. Bununla da biliklərin Avropa üzrə yayılmasına köməklik göstərdi. Davamında görürsünüzmü, çap aparatının faydalarından danışdı. Davamı da elə A ilə tamamlanır ki, "This contributed to major cultural and intellectual movements like the Renaissance." Deyir ki, bunun da Renesans kimi mədəni və intellektual gedişatlara böyük bir töhfəsi oldu. B-də deyir ki, "As a result, fewer people had access to education." B variantı ona görə olmaz ki, fewer var. Fewer neqativ anlamdadır. Deyir, daha az insan üçün təhsil əlçatan oldu. Yox, əksinə daha çox insan üçün olmalı idi. Fewer yoxmu olmalı idi? C variantında "The printing press made books more difficult to produce." Demək ki, deyir çap maşını kitabları istehsal etməyi çətinləşdirdi. Əksinə asanlaşdırmışdı. Easier olmalı idi. D-də isə "Therefore oral storytelling became more important." Burada deyir buna görə də şifahi nəql etmə daha vacib oldu. Halbuki yazılı artıq versiyaya keçmişdi. Oral sözünə görə D variantı yanlışdır. Y-də isə "It prevented people from sharing new ideas freely." Deyir ki, bu insanların sərbəst şəkildə ideya paylaşmasının qarşısını aldı. Əksinə kömək etdi. Ona görə də Y variantı da yanlışdır. Doğru cavab qalır A variantı. Sual 4. Which of the options present the most coherent order of the sentence in the passage? Demək, bizə buradan cümlələri doğru ardıcıllıqla qurmağımızı istəyir ki, doğru bir paraqraf yaradaq. Doğru cavabımız Y variantıdır. 2 ilə başlayır. When plants and animals die, they fall to the ground. Bitki və yaxud da heyvan öldükdə onlar torpağa düşür. 4. Later, tiny insects and other organisms break down the dead plant and animal material. Sonra balaca həşəratlar və digər canlı orqanizmlər demək ki, ölü bitki və heyvan materialını parçalayır. 3. This process eventually returns nutrients to the soil and gives living plants energy. Bu proses nəhayət demək ki, qidalandırıcı maddələri torpağa qaytarır və canlı bitkilərə enerji verir. 1. These plants can then help to maintain a healthy environment for humans and other animals. Bu bitkilər sonradan canlı təbiətin həm heyvanlar, həm də insanlar üçün qorunub saxlanılmasına kömək edir. Demək, burada bitkilərin və yaxud da ölən heyvanların torpaqda çürüyüb torpağa zənginləşdirici maddələrin qatması bunun nəticəsində təbiətin yenidən var olmasına gətirir ardıcıllıq olaraq. Doğru cavab ona görə qalır Y variantı. Ardıcıllıq kimi baxsaq əslində burada işarələyici sözləriniz var. Məsələn, birinci 2 ilə başladıq, daha sonra 4 ilə görürsünüzmü, balaca həşəratların və orqanizmlərin bitki və heyvanları parçalaması adlandırdı bu proses. Daha sonra isə demək ki, davamında da dedi ki, enerji verir bitkilərə və torpağa bu, yəni ki, qidalandırıcı maddələr. Davamında isə yəni bunu da göstərir ki, bu bitkilər sonradan baxın canlı bitkilərə enerji verir. Canlı bitkilər də sonra this-lə əlavə eləyib ki, bu bitkilər sonradan da kömək eləyir ətraf mühitin, sağlıqlı ətraf mühitin insanlar və digər heyvanlar üçün var olmasına kömək edir. Doğru cavabımız qalır Y variantı. Which of the options present the most coherent order of the verse in the sentence? Variantlardan hansı doğru cümlələrin doğru ardıcıllığını göstərir, daha doğrusu cümlədəki sözlərin doğru ardıcıllığını göstərir. Düzgün cavabımız B variantıdır. 3 ilə başlayır. Demək ki, building social skills is nearly as important as learning hard skills. Demək ki, building social skills is nearly as important as learning hard skills. Yəni, demək ki, sosial bacarıqları öyrənmək, yaratmaq, demək ki, digər bilikləri yaratmaq qədər demək olar ki, vacibdir. Doğru cavab qalır B variantı. 6.
What does the underlined word faculty mean in this sentence? Cümlədə altından xətt çəkilmiş faculty sözünün mənası nədir? The new technology will give students the faculty to learn languages more quickly and effectively. Yeni texnologiya tələbələrə dilləri daha cəld və səmərəli şəkildə öyrənmə bacarığı verəcək. Demək, faculty sözünün ingilis dilində bacarıq mənası da var, fakültə sözü ilə yanaşı, həmçinin bacarıq mənası da var. A natural ability or skill to do something. Sual 7. Which of the options completes the given sentence logically correctly? Verilən variantlardan hansı cümləni doğru şəkildə tamamlayır? Despite the terrible flu he had during the horse race, the jockey was able to leave the others behind by a large margin. Demək, at yarışı zamanı çaparın güclü qripi olmasına baxmayaraq, o digərlərini böyük bir fərqlə arxada qoya bildi. Doğru cavab qalır A variantı. B'də isə the spectators were shocked since they were expecting her to get a gold medal. Deyir ki, tamaşaçılar şok oldular çünki onlar onun qızıl medal alacağını gözləyirdilər. Yəni burada despite var deyə biz əslində müsbət bir şeyə gətirməliyik. Yəni xəstəliyinə baxmayaraq o nəsə bir uğur qazandı, ona gətirməliydik. Ona görə B variantı uyğun deyil. C-də I'm sure he'll do whatever he can, but he will not have any chance to win. Deyir ki, yenə qalib gəlmək şansı yoxdur. Əminəm ki, nə edir etsin, qalib gəlmək şansı yoxdur. D-də isə as expected by us, the competitor was beaten by a computer. Deyir ki, bizim tərəfindən gözlənildiyi kimi rəqib yarışçı kompüter tərəfindən məğlub edildi. Hətta burada yəni başqa bir rəqibi tərəfindən də yaza bilərdilər. Y variantında isə it was between the two biggest races in the state. O ölkədəki iki ən böyük yarışların arasındaydı. Burada da oyundan söhbət gedir. Biz amma çaparla bağlı yazmalıydıq. Demək, doğru cavabımız qalır A variantı. 8-ci sual. Match the phrasal verb with the given sentence coherently. Sentences coherently. Verilən cümlələrlə phrasal verbləri məntiqi olaraq doğru şəkildə uyğunlaşdırmalıyıq. Put off, təxirə salmaq, gecikdirmək. Put aside, kənara qoymaq, ayırmaq, yəni pul ayırmaq, vaxt ayırmaq ola bilər. Put out isə söndürmək mənası var. Burada isə doğru cavab A variantdır. She used to put off her homework until the last minute. O son dəqiqəyə qədər ev tapşırığını həmişə gecikdirərdi, təxirə salardı. 2-də he decided to put aside his pocket money to buy a pet. Ev heyvanı almaq üçün o öz cib xərcliyini kənara qoyurdu, yəni ayırırdı, yığırdı. 3-də isə the chef quickly put out the flames on the stove before they spread. Alov yayılmazdan öncə aşpaz cəld şəkildə yanğını söndürə bildi. Doğru cavab qalır A variantı. 9. Which of the following options completes the sentence with the appropriate verbs? Variantlardan hansı cümləni doğru şəkildə tamamlayır? Demək, the employees showed remarkable resilience and loyalty despite all the difficulties. Bütün çətinliklərə baxmayaraq, işçilər nəzərə çarpacaq dərəcədə diqqətə layiq bir dözümlülük və sadiqlik göstərdilər. Doğru cavab qalır Y variantı. Yəni, and-in hər iki tərəfində müsbət fikir yazmalıydıq. Çətinliklərə baxmayaraq. İndi A variantında ability bacarıq olar, amma intolerance dözümsüzlükdür, səbirsizlikdir. B-də flexibility yəni uyğunluqdur, yəni uyğunluq, uyğun ola bilmə qabiliyyəti, prejudice isə qərəzdir. Patience səbir, indifference laqeydlikdir. Confidence əminlik, ignorance isə cahillikdir. Demək, doğru cavabımız qalır Y variantı. 10-cu sualda isə artıq headingləri paraqraflara uyğunlaşdırmalıyıq. Gəlin headinglərlə ilk öncə tanış olaq, ən birinci başlıqları ilə tanış olaq. Devices that know you well. Sizi yaxşı tanıyan cihazlar. The green heart of our planet. Planetimizin yaşıl ürəyi. Flavors that travel beyond borders.
flavors, yəni sərhədləri aşan dadlar. Learning in the digital era. Rəqəmsal rəqəmsal dövrdə öyrənmə. İlk öncə birinci ilə başlayaq. Once rooted in specific cultures, many traditional dishes have now found home across the globe. Bir vaxtlar müəyyən mədəniyyətlərə məxsus olan bir çox ənənəvi yeməklər bu gün dünyanın müxtəlif ölkələrində özlərinə yer tapıb. Take sushi, originally a staple of Japanese cuisine. Today it is enjoyed in cities from New York to Paris, often with creative local twists. Məsələn, əvvəllər Yapon mətbəxinin əsas yeməyi sayılan sushi bu gün Nyu-Yorkdan tutmuş Parisə qədər bir çox şəhərlərdə yaradıcı yerli əlavələrlə, yəni ki, özünə yer tapıb və yaxud da ki, zövqlə yeyilir. Similarly, spices from India, pasta from Italy, and tacos from Mexico have crossed continents, adapting to regional tastes while preserving their core identity. Eyni şəkildə Hindistandan gələn ədviyyatlar, İtaliyadan makaron və Meksikadan takolar qitələri aşaraq fərqli bölgələrin dadına uyğunlaşmış, lakin öz əsas kimliklərini qoruyub saxlaya bilmişdilər. These global journeys of flavor not only satisfy diverse palates, but also foster cultural exchange and appreciation through food. Dadların bu qlobal səyahəti nəinki müxtəlif zövqləri təmin edir, həmçinin də yemək vasitəsilə mədəni mübadilə və qarşılıqlı qavrayışı təmin edir. İndi gəlin, baxın, görürsünüzmü? Birinci abzasda ancaq bizdən nədən danışdı? Yeməklərdən və daha çox da onların sərhədləri aşmasından danışdı. Yəni, yarandığı yerlə qalmır, hətta dünyanın başqa yerlərində də bugün yeyilməkdədir. Ona görə 1-ə gedir C variantı. İkinci, wearable technology has become essential in modern life. Taxıla bilən texnologiya müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Smartwatches and fitness trackers monitor health and integrate communication functions. Ağıllı saatlar fitness izləyiciləri sağlamlığı nəzarətdə saxlayır və ünsiyyət funksiyalarını özündə birləşdirir. These devices enable users to optimize daily routines and interact with their environment in innovative ways. Bu cihazlar istifadəçilərə gündəlik rutinlərini optimallaşdırmağa, yəni yaxşılaşdırmağa və ətraf mühitlə innovativ şəkildə qarşılıqlı əlaqə qurmağa imkan yaradır. Burada diqqət etdinizmi? Cihazlardan danışdı, wearable technology-dən danışdı. Bu da nədir? Devices that know you well. Sizi yaxşı tanıyan cihazlar. Üçüncüdə, the Amazon rainforest harbors immense biodiversity, much of it still undocumented. Amazon meşələri böyük bir bioloji müxtəlifliyə malikdir. Onun əhəmiyyətinin bir hissəsi hələ də bilinmir, yəni hələ də qeydə alınmayıb. Often called the lungs of the earth, it plays a vital role in global carbon balance. Yer kürəsinin ağciyərləri adlandırılan bu meşə qlobal karbon balansında mühüm rol oynayır. Deforestation and human activities threaten this ecosystem, making conservation increasingly urgent. Meşələrin qırılması və insan fəaliyyətləri bu ekosistemi təhlükə altına qoyur, bu da onun qorunmasının daha da təcili edir. Demək, burada nədən danışdıq? Meşədən danışdığına görə green heart of our planet. 4. Digital platforms are reshaping education, enabling learning beyond traditional classrooms. Rəqəmsal platformalar təhsili yenidən formalaşdıraraq ənənəvi sinif otaqlarından kənarda öyrənməyə də imkan yaradır. Interactive apps and online resources foster critical thinking and creativity. Demək, interaktiv tətbiqlər və onlayn resurslar tənqidi düşüncəni və yaradıcılığı inkişaf elətdirir. Teachers use these tools to engage students and personalize learning experiences.
Müəllimlər bu vasitələrdən istifadə edərək şagirdləri prosesə daha aktiv cəlb edir və tədris təcrübəsini daha da şəxsiləşdirir, yəni fərdləşdirir, özünə məxsus edir deyək. Doğru cavab 4-ə də getdi. D variantı learning in the digital era, yəni ki, rəqəmsal platformanın təhsildə rolundan danışdı. Demək, doğru ardıcıllıqla cavabınız qalır C variantı, yəni CAB-dir. Sual 11. Which option is the right pair of antonyms? Hansı variant doğru antonimlər cütüdür? Beneficial, harmful. Beneficial bilirik faydalı, harmful isə ziyanlı deməkdə antonimdir. Crowded biz bilirik izdihamlı, katastrofik elə katastrofik deməkdir. Arduous, hard sinonimdir, çətin deməkdir. Resilience dözümlük, çoğu isə rutin, yorucu işlər deməkdir. Attack hücum eləməkdir. Outbreak isə qəfil nəyisə başlaması. Bunlar da kontekst daxilində sinonim ola bilər. Şərtdə antonimi istəyirdi deyə doğru cavab qalır A. Sual 2. Which option is the best equivalent of the bold-faced words? Tünd rənglə yazılmış sözlərin ən uyğun ekvivalentini tapın. They suggested way to promote historically important buildings for the future. Demək, promote biz bilirik ki, tərcüməsi kömək eləmək deməkdir. Demək, ona sinonim ola bilər, encourage ola bilər, contribute to ola bilər, amma discourage olmaz, sponsor ola bilər, guarantee ola bilər. Important vacib deməkdir. Minor cüzi, balaca, trivial balaca deməkdir. Insignificant əhəmiyyətsiz deməkdir. Yəni trivial həm də əhəmiyyətsiz mənası da var. Doğru cavab qalır burada important sözünə crucial. Burada da deyir ki, onlar tarixi əhəmiyyətli binaları gələcək üçün yəni qorumağı demək ki, təklif edirlər. Doğru cavab qalır B variantı. 13-cü sualda isə bizə deyir ki, which option presents the correct antonyms of the bold-faced words? Tünd rənglə verilən sözlərin antonimini müəyyənləşdirin. My advice is that you shouldn't take education for granted because the power of knowledge is the most powerful thing you can obtain as a university student. Məncə sən təhsili elə də xəffə almamalısan, çünki təhsilin gücü ən güclü şeydir. Universitet tələbəsi kimi sənin qazana biləcəyin ən güclü şeydir. Demək, burada powerful güclü deməkdir. Influential nüfuzlu sinonimidir. Commanding tələb edici sinonim kimi hardasa götürə bilərik. Authoritative sinonimidir. Vain əbəs, boş, ineffective isə səmərəsiz deməkdir. Demək, DY antonim ola bilər. Obtain əldə etməkdir. Retain əldə etmək, yenidən qazanmaq, gain əldə etmək, attain əldə etməkdir. Acquire əldə etməkdir. Yəni bunlar hamısı obtain-ə sinonim ola bilər. Amma lose itirmək deməkdir, obtain-in antonimidir. Demək doğru cavab qalır D variantı. 14-cü sualda isə bizə deyir ki, cümləni ən doğru şəkildə tamamlayın. After a long week at work, I like to wind down by reading a book and enjoying a cup of tea. Uzun iş həftəsindən sonra mən qərara gəldim ki, kitab oxuyaraq, çay içərək rahatlaşım, dincəlim. Wind down dincəlmək anlamı var. Ümumiyyətlə wind down azalmaq, yavaşımaq, yüngülləşmək mənası var. Burada isə təbii ki, kontekst daxilində dincəlmək mənası gəldi. Coffees öhdəsindən gəlmək deməkdir, mən içinə sinonimdir. Go hand in hand, əl-ələ gəzmək deməkdir. Fall into coma, komaya düşmək. Go into shock, təəccüblənmək, yəni sarsılmaq bu mənaya gəlir. Demək, doğru cavabımız B variantıdır. 15-ci sualda isə deyir ki, in which option are the words matched to their definitions correctly? Hansı variantda sözlər definitionları ilə doğru uyğunlaşdırılıb? Filthy biz bilirik ki, extremely or unpleasantly dirty deməkdir. Yəni çox çirkli deməkdir. Furious qəzəbli deməkdir. Extremely angry. Hazy isə dumanlı. Slightly foggy and unclear. Doğru cavabınız 1C, 2A, 3B. Sual 16. What can be understood from the text? Burada deyir ki, mətndən nə başa düşülə bilər?
İlk öncə mətndən tanış olaq. The Inuit people, often called Eskimos, have lived in the Arctic regions of North America for thousands of years. Demək, Inuit xalqı tez-tez də Eskimos adlandırılan insanlar minlərlə ildir ki, Şimali Amerikanın Arktik bölgələrində yaşayırlar. They have survived in one of the world's harshest climates by developing special clothing, tools, and ways of building houses. Onlar dünyanın ən sərt iqlimlərindən birində yaşamağı, xüsusi geyimlər, alətlər və ev tikmə üsullarını inkişaf etdirərək, yəni bacarmışdılar. For example, they made warm clothing from animal scales and built homes called igloos out of snow. Məsələn, heyvan dərisindən isti geyimlər hazırlamış və iglo adlanan qardan evlər hazırlamışdılar. Their traditional lifestyle has changed a lot in recent years, but some Inuit people still followed old customs. Son illərdə onların ənənəvi yaşam tərzi xeyli dəyişsə də, bəzi Inuitlər hələ də qədim adət-ənənələrinə sadiq yaşayırlar. Demək, doğru cavabımız burada C variantı. The Inuit people adapted well to their environment. Inuit cəmaatı mühitinə çox yaxşı öyrəşib. Cavab qalır C variantı. A-da deyir ki, the Inuit people no longer live in cold places. Inuit insanları artıq soyuq yerdə yaşamırlar. Bununla bağlı məlumat yox idi. Əksinə axırda demişdi ki, düzdür, həyat şəraitləri dəyişsə də çox insan ənənəvi stilinə yaşamağa davam edir. Yəni o deməkdir ki, əvvəl də soyuq olub, indi də soyuq yerdə yaşaya bilirlər. Demək ki, A variantı yanlışdır No-ya görə. B variantında the Inuit people have always depended on modern technology. Deyir ki, Inuit insanları həmişə müasir texnologiyaya güvənib ondan asılı olublar. D-də isə the Inuit people moved to the Arctic only a few decades ago. Deyir Inuit insanları şimala, yəni Arktika yalnız bir neçə 10 il öncə keçiblər. Yəni 10 il öncə köçüblər də bu mənaya gəlir. Amma burada nə demişdi? Thousands of years, min illərdir ki, orada yaşayırlar. Y variantında isə the Inuit people hunt whales in the summer. Deyir ki, yayda onlar balina ovlayırlar. Bu isə not given. Yəni ki, bu informasiya verilməmişdi. Demək, doğru cavab nə qaldı? C variantı. 17-ci sualda isə deyir ki, which option is the right pair of synonyms? Hansı variant doğru sinonim cütüdür? Extraordinary and unusual hər ikisi qeyri-adi mənasına gəlir. Accept, qəbul etmək, deny, inkar etmək antonimdir. Give up, dayandırmaq, find out, başa düşmək. Futuristic, xəyali, gələcəyə meyilli. Virtual, həqiqi, əsl, virtual. Sonra count on, güvənmək. Put off, təxirə salmaq. Demək, doğru cavabımız burada qalır A variantı. Demək, burada mətnlə bağlı 3 sualımız olacaq. İlk öncə mətni oxuyub tərcüməsini deyəcəm, daha sonra isə testlərinə baxarıq. Zoo officials say that they are concerned about animals. Zoopark rəsmiləri deyir ki, heyvanlarla bağlı narahatdırlar. However, most zoos remain collections of interesting items rather than protective habitats. Lakin əksər zooparklar qoruyucu yaşayış məkanı olmaq əvəzinə hələ də maraqlı əşyaların toplusu kimi qalır. Zoos teach people that it is acceptable to keep animals in captivity. Zooparklar insanlara heyvanları qapalı yerdə saxlamağın qəbul olunan bir şey olduğunu öyrədir. However, animals in zoos are bored, cramped, lonely and far from their natural homes. Halbuki zooparkdakı heyvanlar darısqal, can sıxıcı mühitdə tənha və təbii yaşayış yerlərindən çox uzaqdırlar. İkinci abzasa keçirəm. Zoos claim to educate people, but in fact visitors don't learn anything meaningful about the natural behavior, intelligence or beauty of animals. Zooparklar iddia edirlər ki, insanları maarifləndirirlər, lakin əslində ziyarətçilər heyvanların təbii davranışı, zəkası, gözəlliyi barədə heç bir mənalı məlumat əldə edə bilmirlər. Most zoo enclosures are quite small and visitors can rarely observe animals' normal behavior in these unnatural spaces.
Zooparkdakı əksər qəfəslər çox kiçikdir və bu qeyri-təbii məkanlarda ziyarətçilər heyvanların normal davranışlarını demək olar ki, müşahidə edə bilmirlər. Davamında isə now can they learn much from the labels on cages which list only species name, diet and where it normally lives. Həmçinin qəfəslərin üzərində yalnız heyvanın növü, qidalanması və normalda harada yaşadığı yazıldığından ziyarətçilər orada da çox şey öyrənə bilmirlər. Yəni burada listin üzərində də çox ətraflı məlumat olmur deyə çox bir məlumat öyrənə bilmirlər. The animals are kept together in small spaces with no privacy and little opportunity for mental stimulation or physical exercise. Heyvanlar məxfiliksiz dar ərazilərdə birlikdə saxlanılır və zehni fəaliyyət ya da fiziki hərəkət üçün demək olar ki, heç bir imkana sahib olmurlar. This results in abnormal and self-destructive behavior called zoochosis. Demək ki, bu isə zookozdur, yəni zoopsixoz adlanan anormal və özünə zərər verən davranışların yaranmasına səbəb olur. Davamında isə araşdırmadan danışacağıq. In a worldwide study of zoos, the Born Free Foundation found that zoochosis is common among animals in small spaces or cages. Born Free təşkilatının zooparklarla bağlı apardığı qlobal araşdırmada da məlum olur ki, zookoz kiçik məkanlarda və qəfəslərdə saxlanılan heyvanlar arasında geniş yayılıb. Davamında another study found that elephants spend 22% of their time engaging in abnormal behaviors such as repeated head movements or biting cage bars. Digər bir araşdırma da göstərib ki, fillər vaxtlarının 22%-ni başlarını təkrar-təkrar döndərmək və yaxud da qəfəs barmaqlıqlarını gəmirərək anormal hərəkətlərlə keçirdirlər. Bears spend 30% of their time walking back and forth. Ayılar isə vaxtlarının 30%-ni qəfəsdə irəli-geri gedib gələrək keçirirlər. These are all signs of distress. Bütün bunların hamısı stres əlamətidir. Zoos also claim to save animals from extinction. Zooparklar həmçinin iddia edirlər ki, nəsli kəsilməkdə olan heyvanları xilas edirlər. However, zoos that breed endangered animals such as big cats and Asian elephants often do not release them to the wild. Lakin pələnglər, şirnövləri və Asiya filləri kimi nəsli kəsilməkdə üzrə olan heyvanları artıran zooparklar onları çox vaxt təbiətə buraxmırlar. Zoos talk a lot about their breeding programs. Zooparklar çox vaxt öz artırma proqramları haqqında danışırlar. One reason is to ease people's worry about endangered species. Bir səbəb insanların nəsli kəsilməkdə olan heyvanlarla bağlı narahatlıqlarını azaltmaq üçündür. The other reason is to attract a lot of customers who enjoy seeing baby animals. Başqa bir səbəbi isə bala heyvanları görməkdən zövq alan müştəriləri cəlb etmək üçündür. How many contests have we seen to name baby animals? Biz deyir ki, neçə dəfə körpə heyvanlara ad qoymaq üçün müsabiqələr keçirildiyini görmüşük. Ultimately, we will save endangered species only if we save their habitats. Nəticədə demək ki, nəsli kəsilməkdə olan heyvanları yalnız onların təbii yaşayış mühitlərini qoruyaraq xilas edə bilərik. We also need to stop people from killing them. Biz həmçinin insanları onları öldürməkdən də dayandırmalıyıq, saxlamalıyıq. Instead of supporting zoos, we should support groups that work to protect animals and preserve their homes in the wild. Zooparkları dəstəkləmək əvəzinə təbiətdə heyvanları qorumaq və onların yaşayış yerlərini mühafizə etmək üçün çalışan təşkilatları dəstəkləməliyik. Bu isə müəllifin son sözləri idi. Demək, 18-ci sualda bizə deyir ki, according to the passage, what is one of the main criticism of zoos? Təbii ki, cavabımız C variantıdır. Zooparkın əsas tənqidlərindən biri nədir? Zooparkla bağlı negativ fikirlərdən biri.
They keep animals in captivity, leading to abnormal behaviors. Onlar heyvanları, yəni qapalı yerdə saxlayırlar. Bu da anormal zookosis kimi davranışlara gətirib çıxardır. Demək, A variantında zooparklar heyvanları kifayət qədər yerlə təmin edir deyir. Yanlışdır. B-də isə they successfully release endangered animals back to the wild. Deyir, onlar uğurlu şəkildə nəsli kəsilməkdə olan heyvanları təbiətə geri buraxırlar. Halbuki dedik ki, düzdür, onları sayını çoxaltsalar da sonra təbiətə buraxmırlar. D-də isə they teach people about animals' natural behavior. Onlar insanlara heyvanların təbii davranışı haqqında öyrədirlər. Halbuki dedik ki, zaten qəfəslərdə bununla bağlı bir şey görmək mümkün deyil və onlar heyvanlar haqqında yazılan etiketlərdə də ancaq onların hara aid olduğu, yeməkləri və bu kimi məhdud sayda informasiya var. D variantda yanlışdır. Y variantında they never attract visitors with baby animals deyir. Onlar heç vaxt körpə heyvanlarla demək ki, ziyarətçiləri özlərinə cəlb eləmirlər. Halbuki elə əsas məqsəd breeding proqramlarının əsas məqsədindən biri nə idi? Demək ki, daha çox müştəriləri cəlb etmək idi. 19-da isə deyir ki, why do zoos often focus on breeding programs according to the author? Müəllifə görə çoxaltma proqramının əsas, yəni hədəfi, məqsədi nə olur? Siz onu burada görürsüz. Demək ki, zooparklar çox vaxt çoxaltma proqramları haqqından danışırlar. Onlardan bir səbəbi insanların narahatlığını azaltmaqdır. Digər səbəbi isə çoxlu müştəri cəlb etməkdir. Balaca körpə heyvanları baxmağı xoşlayan çoxlu insanları cəlb etməkdir. Demək ki, 2 dənə səbəb var burada. Görək indi cavablarımızda hansı olacaq? 19-da doğru cavab D variantdır. Is sözün burada to reassure the public və bir də ki, digər cümləni isə attract more visitors with baby animals-la əvəz eləyib. A-da deyir ki, prepare animals for release into the wild, heyvanları təbiətə buraxmaq üçün hazırlayır. B-də to reduce the number of species in captivity, yəni qapalı yerdə saxladığı heyvanların sayını azaldır. C-də to educate visitors about conservation, heyvanları mühafizə etməklə bağlı ziyarətçiləri maarifləndirir. Y-də isə to provide animals with larger and safer enclosures, heyvanlara daha geniş və daha güvənli qəfəslərlə təmin etmək, bu da deyildi. Doğru cavab qalır D. 20-ci sualda isə deyir ki, what's the zookosis as described in the passage? Mətndə zookosis necə təsvir olunurdu? Gəlin mətndə o hissəyə baxaq. Demək ki, self-destructive and abnormal behavior called zookosis. Burada gördüyünüz kimi. Demək, doğru cavabımız qalır. Abnormal and self-destructive actions by animals in captivity. Yəni, in captivity olar zooparkı əvəz elədi burada. Heyvanlar tərəfindən sərgilənən anormal və self-destructive davranışdır. Demək, A variantında tibbi müalicə, B-də təbii oyun davranışı, C-də isə mental disorder ola bilər, amma inhumans deyil, animalsdır. Ona görə də C variantı yanlışdır. D-də isə the process of breeding endangered animals in zoo, bu da deyil, heyvanları çoxaltma prosesi deyildi. Bu spesifik sual idi, mətndə də cavab olaraq D variantı yazılmışdı. 21-ci sual artıq mətnə aid deyil, yəlikanla bağlı bir sualdır. Deyir ki, find out the wrong option. Yanlış variantı seçin. Burada yanlış olan variantımız D variantıdır. Niyə görə? Çünki mother-in-law, sister-in-law, editor-in-chief, commander-in-chief bunların yəlik halı sözün sonuna apostrof S qoymaqla düzəlir. Yəni, tək və cəmdə olmasından asılı olmayaraq yəlik halları necə düzəlir? Apostrof S-lə. Demək, A-da Peter's sudden arrival at the hospital took everyone by surprise. Peterin qəfil xəstəxanaya gəlişi hamını təəccübləndirdi.
Sonra yəlik alınan ismin arasında təbii ki bir sifət yaza bilirik. John and Zach's project was chosen as the winner in the competition. Johnla Zach'in birgə layihəsi yarışda qalib kimi seçildi. B variantı da doğrudur. The children's noise could be heard from across the street. Uşaqların səsi küçənin o tərəfindən eşidilə bilirdi. Uşaqların səsi tərkibində S olmayan, yəni S-lə cəmlənməyən, fərqli şəkildə cəmlənən bütün isimlərdə demək olar ki, yəlik al həmişə apostrof S-dir. Sonra Y-də isə the teacher's explanation made the students more confused. Müəllimin izahı tələbələri daha da çaşbaş saldı. Müəllimin izahı tamamilə doğrudur. Yanlış olan D variantı. 22-ci sualda isə deyir ki, choose the most appropriate sentence with the possessive case of the noun. İsmin yəlik halı ilə halı olan ən uyğun, ən doğru cümləni seçin. We stayed in one of the Mrs. Smith's beautiful villas. Burada yanlış da variantı. Niyə? Çünki Mr.dən, Mrs.dən sonra şəxs adları gələndə apostrof S yazırıq. O S apostrof o vaxt mümkün olar ki, şəxs adının sonu S-lə tələffüz olunarsa və yaxud da S-lə qutararsa, o zaman təkcə apostrof qoymaq mümkündür. Sonra isə demək ki, we need to talk to the bakeries about the wedding cake. Biz bilirik ki, demək ki, yer bildirən, gildə kimi tərcümə olunan sözlər var ki, dentistdir, bakerdir, chemistdir. Bunlar, yəni yer bildirən söz önlərlə işləndikdə, onlar təbii ki, həmişə apostrof S olur. Burada isə baker sözündə cəmləndirib, sonra davamında da S yazıb. Yəni, baker apostrof S olmalıydı. C variantında cans isimlərin hissələrindən danışanda ya of işlədirik, yəni the rooms of the hotel olmalıdır və yaxud da hotel rooms olmalıydı. Yəni bizdə C variantı da yanlışdır. D variantında isə the Smith's son is coming over for dinner tonight. Burada isə Z ilə şəxs adı yazılıbsa soyadı bildirdiyinə görə həmişə S apostrof yazmaq lazımdır. Doğru cavab Y variantıdır. Ahmet's painting skills are better than those of her friends. Daha doğrusu burada his friends olmalıdır. Demək ki, burada qeyd edir ki, Əhmədin rəsm çəkmə bacarıqları daha yaxşıdır onun dostlarının bacarıqlarından. Yəni, diqqət edirsiniz, burada biz bilirik ki, ismin yəlik halı ilə digər yəlik hallı sözü müqayisə edəndə ya zən zətuf yazırıq, ya da zən zosuf yazırıq. Burada da bacarıq sözü cəmdə olduğuna görə zos yazırıq. Doğru cavab qalır Y variantı. 23-cü sualda isə find out the appropriate option for sentence given below. Şərtdə deyir ki, aşağıda verilən cümlə üçün ən uyğun variantı seçin. Demək, burada diqqət etsəz, so-la isim var. Biz də bilirik ki, so-dan sonra isim ancaq 4 halda yaza bilirdik. Main, much, few, little olsa. Hətta ekstra məlumat kimi so, sifət, sonra artikli ilə isim də olar. Yəni, cavab sizdə ancaq qala bilər bunlar. People cəmdədir deyə much olmaz. Sonra isə main-dən sonra of qoymuşamsa təyin edici olmalıdır. Təyin edici yoxdur, article falan yoxdur. Cavab qalar C-dir. Və indi burada təbii ki, D variantında qrammatik səhv yoxdur, məzmun səhv var deyə doğru cavab qalır C variantı. Deyir ki, əgər dünyada hamı üçün kifayət qədər qida varsa, nə üçün bu qədər çox adam aclıqdan ölür? Doğru cavab qalır C. Little azdır, few da azdır və tərcüməni uyğun gətirmir. 24-cü sual isə say bölməsi ilə bağlıdır. Deyir ki, sayla olan cümlələrdən hansı doğrudur? Biz bilirik ki, rəqəmləri sıralasaq, birinci sıra sayı, ikinci miqdar sayı gəlir və təbii ki, miqdar sayına görə ismi yazırıq. The first two chapters olmalıydı. Yəni, kitabın ilk iki bölməsi chapter-də S olmalıydı. Sonra C variantında isə demək ki, only 1% of the world's population, bura doğrudur. Yalnız dünya əhalisinin 1% speaks Mandarin as their first language olmalıdır. Biz düzdür, sıra sayın Z artikli ilə deyirik, amma əvvəlində yəlik hal varsa Z artiklına ehtiyac yoxdur.
Daha sonra isə müəyyən miqdar sayı və sıra sayı ardıcıl gəlibsə, bu kəsir sayı deməkdir. Müəyyən miqdar sayı, sonra sıra sayı gəlibsə, bu kəsir sayı deməkdir. Və birinci rəqəm 1 deyilsə, onda o deməkdir ki, məxrəcin sonuna S yazmalıyıq. Yəni bu 5-də 2 deməkdir. Yəni surət 1-dən yüksəkdirsə, məxrəcin sonunda S olur. 2/5 5-də 2 deməkdir. 2/5 of the participants preferred the new design over the old one. Köhnədənsə təzə demək ki, dizayna iştirakçıların 5-də 3-ü üstünlük verdi. Y variantında isə our family adopted a 2 years old retriever from the animal shelter last month. Burada isə diqqət edirik nəyə? Təbii ki, biz yaş deyəndə bu şəkildə deyirik 2 years old, 5 years old. Amma biz onları ismin əvvəlində sifət kimi işlətmək istəyiriksə, onu mürəkkəb sifətə çevirməliyik. Yəni 2 year old retriever olmalı idi ki, ailəmiz demək ki, sığınacaqdan demək 2 yaşlı bir balaca it götürüb. Demək ki, Y variantı yanlışdır. Doğru cavab qalır B variantı. Agriculture has been practiced for many thousands of years, shaping civilization worldwide. Kənd təsərrüfatı min illərdir ki, demək ki, və yaxud da çox illərdir ki, həyata keçirilir. Dünya əhalisinin, yəni dünya cəmiyyətlərini formalaşdıraraq. Doğru cavabınız qalır B variantı. 25-ci sualda isə qeyd olunur ki, which option completes the given sentence correctly? Verilən variantlardan hansı cümləni doğru şəkildə tamamlayır? Demək, bu testi həll edərkən ilk öncə diqqət etməli olduğunuz məsələ nədir? Its own currency. Özünün pulu var. Buna diqqət edin. Testi ilk öncə digər tərəfdən belə həll eləyək. Evro of olmaz. Sonra isə digərləri qalsın. Ənazə of da o qədər də uyğun bir birləşmə deyil. Daha çox özündən sonra sayılan təksim gətirir. Bunu da belə çıxa bilərsiniz. Burada its sözü olanda biz on sözün əvvəlində yəlik hal işlədirik. Əvvəlində its olanda his, her, its olanda o deməkdir ki, iç ya da ayzəyə üstünlük verməliyik. Çünki manydirsə çoxdur, gərək zeyə olsun, mostdursa çoxdur, gərək zero olsun. Cəm simlə işlənibsə gərək Z olsun. Doğru cavab A-dan Y qalır. Hələ ki, demək ki, either və yaxud da IZ bilirsiniz ki, ingiliscində ikiliyi nəzərdə tutur. Eyni isə 3 və daha artığı nəzərdə tutur. Burada da Avropa, Qərbi Avropa ölkələrindən danışır deyə, yəni siz ikiliyi işlətməyiniz məntiqi baxımdan da doğru deyil. Doğru cavab Y variantı. Each of the countries of Western Europe used to have its own currency, but now most of them use the euro. Deyir ki, Qərbi Avropa ölkələrinin hər birinin zamanında öz pul vahidi var idi, amma indi onların əksəriyyəti avro işlədir. Hətta belə də həll eləyə bilərdiniz. Baxın, burada use xəbər cəmdədir. İçin xəbəri təkdə olar. Ənazən xəbəri təkdə olar. Və yenə də A variantını niyə demirəm? Çünki A isə 2-ni nəzərdə tutur. 2 Avropa ölkəsindən danışıramsa, gərək burada da mən boss yazardım. Yəni Ayzəni əvəz edə biləcək ya boss ola bilər, ya nice ola bilər. Ona görə də A variantda deyil, doğru cavab qalır Y variantı. 26-cı sual pronounla bağlıdır. Yenə verilən cümləni doğru şəkildə tamamlamağımız istənilir. Demək ki, when the man asked me how I had got his address, deyir kişi məndən soruşanda ki, mən onun ünvanını necə tapdım? I told him that I was given it by a relative of his. Mən də dedim ki, onun ünvanını qohumlarından biri verib. İlk öncə burada bildiniz ki, kişidən söhbət gedir deyə his olmalıdır. Daha sonra isə niyə görə ikinci tərəfdə him olmur? Biz normalda bilirik ki, əvəzliklərdən sonra of gələndə sonra as use them olur və yaxud da sayılmayan ismi əvəz eləyəndə it əvəzliyi olur. Amma burada baxın, sayılan isimlə işlənə bilən göstərici sonra isim varsa, yəni kəmiyyət bildirən söz sonra isim varsa,
Of'dan sonra müstəqil yiyəlik yazırıq. Bu da a friend of mine ifadəsinə bərabərdir. A friend of yours, a friend of his bu ifadəyə bərabərdir deyə himi yaza bilmirik. Doğru cavab qalır B variantı. 27-ci sualda yenə cümlə tamamla tapşırığıdır. Burada demək ki, ilk öncə buna diqqət etməlisiniz. Deyir ki, there are more than 20 different minerals in the body. Bədəndə 20-dən çox fərqli minerallar var. Davamında görürsünüzmü? 3 dənəsinin adını çəkib. Calcium, phosphorus and iron. Üçünün adını çəkib. Demək, ilk öncə baxırsınız mineraldan danışır. İnsan bədənindəki mineraldan danışır. Mən təbii ki, onu humla əvəz edə bilmərəm. Daha sonra isə demək ki, whose-dan sonra həmişə isim gələr. Sonra yəni nisbə əvəzli kimi işlədəndə olanda biz bilirik ki, hamısıdır. Əgər 20 dənənin hamısını deyirəmsə, davamında onda 20 dənənin hamısını sayardım. Demək, burada 3 dənəsinin adını sayırıq deyə cavab qalır C variantı. Və bir də ki, burada yenə də baxın, Y variantını işlədəndə deyəndə ki, more than 20 different minerals in the body, which are, onda calcium, phosphorus and iron deməzdi. Calcium, phosphorus, iron and so on deyərdi. O zaman Y variantı doğru olardı. Demək, Y variantı da yanlışdır. Məntiqi olaraq doğru cavab qalır C variantı. 28-ci sualda isə deyir, sayla olan doğru cümləni tapın. Vaxtı ilə qəbulda işlənib bu sual. Demək ki, the post office is about 3/4 of mile past the traffic lights. Burada diqqət etsəz, qəbuldan götürdüyümüz bir sualdır. 4də 3 deyiriksə, təbii ki, kvotədə S olur. 4də 1 deyəndə kvotədə S olmur. Əsas məsələ nədir? Kəsirlərdən sonra ölçü bildirən sözləri işlədəndə mildir, ölçü, çəki, belə şeylər işlətdikdə biz onu E-lə deyirik. Məsələn, a mile 1 milin 4də 3-ü və yaxud da məsələn üçün 1 kilonun 4də 3-ü və yaxud da 1 metrin 4də 3-ü. Çünki siz burada demək ki, kəsirdən sonra of deyib mildir, metrdir, nə bilim kiloqramda və yaxud da kilometrdir, fərq etməz, santimetrdir. Çəki və yaxud da kəmiyyət, ölçü bildirən sözlər olsun. Onları rəqəmsiz işlədəndə, yəni qarşı tərəfə məlum olmur ki, siz neçə, yəni ki, neçə üzərindən neçəni deyirsiniz. Yəni ki, neçə milin 4də 3-ünü deyirsiniz. O bəlli olmur. Ona görə də demək ki, rəqəmlər göstərdikdə of-dan sonra, yəni kəsrlə dedikdə, faizlə dedikdə of-dan sonra kəmiyyət bildirən, ölçü bildirən sözlərdə mütləq şəkildə bir göstərici olmalıdır. Yəni say təsəvvürü yaradacaq sözlər olmalıdır. Sonra 2-də isə Linda and I walked for 1.5 kilometers along the park. Linda və mən bir yarım, yəni ki, 1 kilometr yarım gəzdik parkla. Yəni biz bilirik ki, and-dən sonra half yazanda həmişə e-ilə yazırıq. Burada da 1-dən çox elədiyinə görə kilometrdə s yazmalıyıq. 2 doğrudur. Demək, rəqəmlə isim defislə yazılırsa mürəkkəb sifət yaradır və demək ki, rəqəmlə isim defislə yazılıbsa, defislə yazılan o mürəkkəb sifətdə ismi cəmdə yazmaq olmur və isimlərin əvvəlində təyin edici kimi işlənir. Burada word-də s var idi, yanlışdır. I wrote a 500 word essay olmalı idi. Yəni 3 bizdə yanlışdır. 4-cüdə müəyyən miqdar sayı, sonra sıra sayı gəlirsə, bu bizdə göstərir kəsri göstərir. O deməkdir ki, burada surət 1-dən yüksəkdirsə, məxrəcdə s olmalıdır. 2/5 of the forest was removed. Meşənin 5də x-i, yəni məhv oldu, bu cür deyə bilərik. Sonra isə 5-ci isə doğrudur. A few thousand cars have gone past on this road over the past few hours. Son bir neçə saatda bu yoldan bir neçə min maşın keçib. Demək, nəyə diqqət eləyirsiniz?
Təbii ki, a few-dan, 100-dir, million-dir, thousand-dır. Bunları rəqəmlə işlədəndə və yaxud da, rəqəmlə işlədəndə özlərində s olmur. Demək, eləcə də məsələn, onları a few-la, many-ilə işlətmisinizsə, davamında isim gəlibsə, həmin o sözün özün cəmləndirmək olmaz. Yəni a few thousand cars. Çünki mən burada thousand-da s qoysam, onda davamında maşın yazmağa ehtiyac olmaz. Çünki thousand özü isimləşər. Demək, qısa şəkildə desəm, thousand-dır, million-dır, billion-dır, dozen-dır. Bunlardan sonra birbaşa isim gəlirsə, o zaman o deməkdir ki, həmin o sözləri, numerativ sözlərin özünü cəmləndirmək olmaz. Doğru cavabımız 2-5-lə qalır D variantı. 29-cu sualda isə deyir ki, doğru variantı seçin. Burada diqqət etməli olduğumuz məsələ nədir? Boşluqdan sonra görürsüz cəm isim gəlir. A great deal of-dan sayılmayan isim yazırıq. Buna görə B-ni çıxdıq. Burada isə məsələ başqadır. Demək ki, burada diqqət etməli olduğunuz məsələ nədir? Who enjoy reading books əlavə ekstra bir cümlədir. Kitab oxumaqdan zövq alan insanlar. Yəni əlavə bir cümlədir. Yəni mən people-a görə enjoy-u s-siz yazmışam, cəm xəbər yazmışam. Sizdə əsas xəbər nədədir? Təkdədir. Mən də bilirəm ki, several people desəm xəbər cəm olar, a number of people desəm xəbər cəm olar, many people desəm xəbər cəm olar. Demək onda bu cavabların heç biri deyil. Doğru cavab qalır Y variantı. Çünki the number of sayı deməkdir. Tərcüməsindən də məlum olduğu kimi onun xəbəri təkdə olur. Today, the number of people who enjoy reading books is less than that of 50 years ago. Bu günlərim kitab oxumaqdan zövq alan insanların sayı 50 illə müqayisədə daha azdır. Burada diqqət edəcəyiniz bir məsələ ola bilər ki, məsələn, bəs the number of var və bəs burada biz enjoy cəmdə yazmışıq. Bu əlavə ekstra cümlədir, people izah eləyib. Saya aid olan cümlə deyil ki, say kitab oxumaqdan zövq almır, insan kitab oxumaqdan zövq alır və həmin o insanların sayı 50 illə müqayisədə daha azdır. Demək ki, people-ın xəbəri enjoy idi, the number-ın xəbəri isə is idi. Doğru cavab qalır Y variantı. 30. Complete the sentence with the most appropriate option. Cümləni ən uyğun variantla tamamlayın. Demək, he has been able to work in the gold mines for 3.5 years. O 3 il yarım demək ki, qızıl mədənində işləyə bildi. İlk öncə half-la bağlı, quota ilə bağlı demək istəyirəm ki, and-dən sonra half və yaxud da quota yazırsa, orada e-si olar. Çünki 3 il və nə qədər? Yəni half orada nəyin yarısı? Yəni 2də 1 yazmaq üçün half olmalıdır. Ona görə də biz bu hissələri çıxırıq. B variantında 3-ə görə yerdə s olmalı idi. Daha sonra isə demək ki, baxın, Y variantı niyə səhvdir? 3,5-dir. 1-dən yüksək rəqəm olduğuna görə Y-də S olmalı idi. Demək, doğru cavab qalır D variantı. 31-ci sualda isə şərtdə bizə deyir ki, choose the true statement according to the passage. Mətnə əsasən uyğun cavabı seçin, doğru fikri seçin. Oil has provided humanity with many benefits, including affordable energy to reduce our workloads and improve our mobility. Neft insanlığa bir çox faydalar verib. Bunlara iş yükümüzü azaltmaq və hərəkət imkanlarımızı yaxşılaşdırmaq üçün əlçatan və ucuz enerji də daxildir. Because oil is such an important and visible part of our daily lives, and because it is exceptionally open to political manipulations, it often receives an enormous amount of attention. Demək ki, neft gündəlik həyatımızın bu qədər vacib və görünən hissəsi olduğu və həm də siyasi manipulyasiyalara çox açıq olduğu üçün o tez-tez böyük diqqət çəkir. This is especially true whenever its price increases sharply, and experts immediately get to work to diagnose the cause and consequences of the price increase.
Demək ki, bu xüsusilə qiymət kəskin şəkildə artdıqda özünü göstərir. Mütəxəssislər dərhal qiymət artımının səbəbini və nəticələrini müəyyən etmək üçün araşdırmalara başlayırlar. In fact, the future of oil is not that much different from its past. Baxın, əslində neftin gələcəyi neftin keçmişindən çox da fərqli olmayacaq. Undoubtedly, oil production and consumption will become cleaner and more efficient, but prices will continue to be unpredictable, and the oil industry will continue to be blamed for conflicts, corruption, and pollution. Burada isə deyir ki, demək ki, əslində, demək şübhəsiz ki, neftin istehsalı və istehlakı daha təmiz və daha səmərəli olacaq. Lakin qiymətlər yenə də qiymətlərlə bağlı proqnoz vermək çətin olacaq və neft sənayesi yenə də münaqişələr, korrupsiya və çirklənmədə günahlandırılacaq. Davamında, and for all the current talk about the end of the oil age, it will remain a vital source of energy as it is now, nearly a century after the first warnings about soaring consumption and limited resources. Neft dövrünün sonu ilə bağlı indiki müzakirələrə baxmayaraq, o hələ də çox vacib enerji mənbəyi olaraq qalacaq. Tükənən resurslar və sürətlə artan istehlakla bağlı ilk xəbərdarlıqdan demək olar ki, bir əsr sonra da hələ neft olacaq. Demək, buradan ilk öncə demişdi ki, mətnlə bağlı doğru fikri seçin. Doğru variantımız B variantıdır. The production of oil will certainly be carried out in a cleaner and more efficient manner in the future. Baxın, bu hissədə idi. Oil production and consumption will become cleaner and more efficient, but prices, baxın görürsünüzmü? Bu cümlənin elə ardın yazıb. Demək ki, doğru cavabımız elə B variantıdır. Digər variantlar niyə yanlışdır onu deyəcəm. A-da deyir ki, there will be a sharp decline in oil consumption throughout the world as alternative energy resources become available. Burada deyir ki, başqa enerji resursları əlçatan olduğuna görə dünyaca, yəni neft istehlakı kəskin şəkildə azalacaq. Halbuki axırıncı cümlədə dedi ki, hələ neftin qutaracağını deyildikdən hələ bir əsr sonra da belə neft olacaq, var olacaq. Ona görə də A variantı yanlışdır. Burada deyir ki, kəskin şəkildə azalacaq. C'de ise oil consumption will continue to increase, but the resources for oil are infinite. Baxın, bura C variantı yanlışdır. Əvvəlin doğru gətirir, amma deyir ki, neft resursları sonsuzdur. Halbuki biz bilirik ki, tükənə bilər. D variantında oil has been the major cause of political instability in the world for nearly a century. Deyir ki, təxminən bir əsrdir ki, dünyadakı siyasi, yəni ki, qeyri-stabilliyin əsas səbəbi neftdir. Düzdür, dedi ki, siyasi münaqişələrə yol açır. Amma nə qədər müddətdir və bir də əsas səbəbidirmi, onu biz bilmirik. Y-də isə deyir ki, gəlin bunu tam şəkildə göstərim. The writer makes a strong defense of the oil industry and does not consider it to be responsible for any wrongdoings. Deyir ki, müəllif neft sənayesini çox dəstəkləyir və demək ki, hər hansı bir səhv nəticəyə görə nefti səbəbkar bilmir. Halbuki burada görürsünüzmü? Dedi ki, yenə də neft sənayesi günahlandırılacaq konfliktlərə, corruption və pollution'a görə. Demək ki, onda Y variantı da yanlışdır, nota görə yanlışdır. Demək, doğru cavabımız qalır B variantı. Yəni, orada deyir ki, nəzərə alınmır, amma halbuki alır o məqamları. 32-ci sualda isə bizə deyir ki, fill in the blanks with the correct pronouns. Boşluqları uyğun, demək ki, uyğun sözlərlə, əvəzliklərlə əvəz etməliyik, yəni ki, qoymalıyıq. Demək, ilk öncə fikir verin, nation xalq sözüdür və sonra isə 4 years var. Biz bilirik ki, all 4 years deyə bilərik. Yəni, bütün 4 il ərzində deməkdir. Many 4 years deyə bir şey yoxdur. Every 4 years var, hər 4 ildən bir. Sonra each 4 years deyə birləşmə demək olar ki, görmürük. A few 4 years deyə birləşmə görmürük. Demək ki, qalır cavabınızdır A-nan C variantı.
və many'dən sonra isim cəmdə olar. Many nations, all nations desək daha doğru olar. Sonra isə demək ki, bir də indi cavab qalıb bizdə A və bir də C variantı. Burada da tərcümədə deyir ki, bir də almost təxminən deməkdir. Demək olar ki, deməkdir. Biz için əvvəlində təyin edici olaraq adverblər işlətmirik. Yəni ki, çünki each konkretlik, dəqiqlik bildirir. Biz nearly, almost, practically, every, all deyə bilərik. Burada deyir ki, almost every nation sends teams of selected athletes to take part in the Olympic Games, which are held every 4 years. Tərcüməsinə görə C variantı demək olar hər xalq demək ki, Olimpiya oyunlarında hər 4 ildən bir keçirilən Olimpiya oyunlarında iştirak etmək üçün seçilmiş idmançılardan ibarət komandalarını göndərir. Demək, doğru cavab qalır C. Yəni demək olar istənilən xalq deyə bilərdiniz, amma all 4 years olmur. Niyə görə? Çünki biz bilirik ki, Olimpiya oyunları hər 4 ildən bir keçirilir. Ona görə doğru cavab qalır C variantı. 33-cü sualda isə yenə də boşluğu uyğun pronounla doldurmaq deyilir. Biz bilirik ki, kəmiyyət bildirən sözlə isim birləşibsə, ofdan sonra müstəqil yiyəlik yazırıq. Bunun da əsas səbəbi nədir? A friend of mine ifadəsidir. Əslində bu bilirsiniz nə deməkdir? A few of my relativesdir və yaxud da a few of her relativesdir. İndi relativi əvvələ gətirib deyə o biri tərəfi müstəqil şəkildə yazırıq. Və söz önündən sonra biz bilirik ki, obyekt hal yazırdıq. Z-dən sonra isim gələr, onlar da çıxanda doğru cavab qaldı. A few relatives of hers are going to stay with us over the weekend. Həftə sonu onun bir neçə qohumu bizdə qalacaq, bizimlə qalacaq. Yəni a few of her relatives də olardı. Elə bir cavab yoxdur deyə biz a few relatives of hers götürürük. Doğru cavab qalır A. 34-də də yenə boşluğa uyğun sözləri qoymaqdır. Demək, ilk öncə testi həll eləyəndə diqqət etməli olduğunuz məsələdən biri boşluqdan sonra cəm isim gəlib. A great deal of-dan sonra sayılmayan isim gəlir. C-ni çıxdıq. Sonra isə biz demişdik ki, əvəzliklərdən həmən sonra of deyiriksə, of-dan sonra təyin edici gələr. Yəni, burada hansı gizli iclasların hər biri, yəni burada təyin edici olmalı idi. Ona görə də A variantı yanlışdır. Sonra isə demək ki, qalanları qalsın. Speculation demək ki, ehtimaldır. Sayılmayan isimdə S yoxdur. Yəni a few-nu yazsam, many-ni yazsam, burada speculation cəmdə olar. Daha sonra isə demək ki, digər bir məsələ plenty-dən sonra isim yazırıqsa of olmalıdır. Yeri gəlmişkən lots of-dan sonra cəm isim də gələ bilər, sayılmayan isim də gələ bilər. Sadəcə A variantında birinci tərəfi çıxartdıq deyə ikinci tərəfə lots of yaza bilmədik. Doğru cavab qalır D variantı. A few secret meetings the board of the directors has had lately have led to some speculation in the office. Demək, burada indi sizin diqqətinizi bu tək xəbər və cəm xəbər məsələsi çəkə bilər. Buradan the board of directors had lately əlavə bir cümlədir. Yəni, ekstra cümlədir, icrası izah eləyir. Əsas sizdə meetingsə görə xəbəri cəmdə yazıb. Deyir ki, hətta belə də düşünə bilərdiniz, bunu görməsəz belə, of-dan sonra təyin edici olar məsələsini görməsəz belə, everyone'ın xəbəri təkdə olur, has olardı orada. Demək ki, doğru cavab qaldı D variantı. Burada deyir ki, direktorlar qrupunun son vaxtlar keçirdiyi bir neçə gizli iclas ofisdə bəzi yəni ehtimallara, spekulasiyonlara gətirib çıxardıb. Türk dilində də bu sözü işlədirlər. Doğru cavab qalır D variantı. Yəni şübhələrə, ehtimallara gətirib çıxardıb. İndi kontekstə otursun deyə dedikoduya da gətirib çıxardıb deyə bilərik. Sonra 35-ci sualda isə deyir ki, cümləni boşluğu, yəni doldururuq, cümləni eləcə tamamlamaq lazımdır. Testi həll eləyəndə boşluqdan sonraki ismə diqqət etməliyik. Tələbələr sözü cəmdədir. Sonra mən bilirəm ki, none of-dan sonra təbii ki, cəm isim də gələ bilər sayılmayanda, amma təyin edici olmalıdır. Əvəzlikdən həmən sonra of demisinizsə, orada təyin edici olmalıdır. Ona görə C variantını çıxdıq.
Davamında isə yenə of-la işlənsin, of-la işlənə bilsin. No of deyə bir şey, gedişat yox idi. Sonra cümlənizdə not var. Biz də bilirik ki, not olan yerdə artıq hardly işlədə bilmərik, none işlədə bilmərik. Doğru cavablarınız qalır A-la Y variantı. Tərcüməsinə görə A variantı olacaq. Az tələbə müzakirədə iştirak elədi. Müəllimi əsəbləşdirən o idi ki, az tələbə demək ki, müzakirədə iştirak elədi. Bu da onu göstərirdi ki, onların əksəriyyəti kifayət qədər hazırlaşmayıb. Doğru cavabımız qalır A variantı. Several bir neçədir, nəzərə çarpacaq dərəcədədir. Yəni a few-dur, several-dır. Bunlar çoxluğu bildirə bilir. Amma few nəyə bərabərdir? No-ya bərabərdir. Demək olar ki, heç bir tələbə müzakirədə iştirak eləmədi. Bu da müəllimi hirsləndirdi. Çünki bu onu göstərirdi ki, tələbələrin əksəriyyəti dərsə hazır deyildik. Doğru cavab qalır A. 36-da yenə boşluğu demək ki, uyğun sözlə tamamlayırıq. Demək ki, this footballer can kick the ball. Baxın, burada fit-ə diqqət eləyin. Fit ayaqdır. Biz 2-dən söhbət eləyəndə nə işlədirdik? Neither, either, both və yaxud da each də ola bilər. Each üçün fərqi yoxdur. İstənilən sayı əvəz eləyə bilər. Burada diqqət eləyirsiniz ki, ayaq sözü cəmdədir. Biz də bilirik ki, demək ki, Ayzədən, Nayzədən sonra birbaşa isim gəlirsə təkdə gəlir. Yəni foot olardı. Ona görə of-la olsa cəmdə ola bilər. Demək, doğru cavab qalır D variantı. This footballer can kick the ball with both feet, but he is especially dangerous with his left. Deyir ki, bu futbolçu hər iki qolu ilə, hər iki ayağı ilə topa zərbə vura bilir. Amma o xüsusən demək ki, sol ayağı ilə daha güclü zərbə endirir. Cavab qaldı D variantı. 37-ci sualda isə deyir ki, doğru variantı seçin. Diqqət eləyirik ki, ingilis dilində phenomenon hadisə, fenomena hadisələr deməkdir. Latın mənşəli sözdür deyə bu sözə S şəkilçisi qoşa bilmirik. Phenomenon təki göstərir, fenomena cəm göstərir. One of-dan da sonra biz bilirik ki, cəm isim gəlməlidir. Orada da doğru cavab qalır, ona görə C variantı. The rainbow is one of the most beautiful phenomena of the nature. Göy qurşağı təbiətin ən gözəl hadisələrindən biridir. Doğru cavab qalır C. 38-ci sualda doğru variantı tapırıq, amma variantlardan bəllidir ki, yiyəlik hala diqqət eləyəcəyik. Biz bilirik ki, şəxs adının sonu S-lə qutarırsa, Mr-lə, Mrs-lə deyəndə təkcə apostrof da deyə bilərik, apostrof S-də. Hər iki versiya doğrudur. Amma Z-dən sonra şəxs adı gəlibsə, o S apostrofu olmalıdır, çünki soyadı bildirir. Ona görə A səhvdir. B variantında demək ki, biz bilirik ki, ismin yiyəlik halı ilə ona aid olan ism arasında sözönü olmaz, sözönlü ifadə olmaz. Yəni, by the young child's paintings in the room olar və yaxud da ki, apostrof S-i roomdan sonraya qoya bilərsiniz. Bu amma o qədər də işlək bir gedişat deyil. C variantında isə ona görə səhvdir ki, biz bilirik ki, təyin etcilər apostroflu sözlə uzlaşır. Several-a aid olan isim cəmdə olmalıdır. Several inhabitants' houses were inspected olmalıydı. Y variantında isə ismin yiyəlik hallı birləşmələrlə digər yiyəlik hallı birləşmələri müqayisə edərkən biz bilirik ki, zən-zətov və bir də zən-zosov işlədirik. Burada da diqqət etsəz, yəni o zət və yaxud da zos nəyə əvəz edir? Mənsubluq bildirən sözü. Yəni burada da mənsubluq bildirən söz nədir? İş yükü. Doktorların adətən iş yükü, tibb bacılarının iş yükündən daha az olur. Yəni burada əgər bu cür deyiriksə, zos olmamalıydı, zət olmalıdır. Çünki workload təkdə yazılır. Workload cəmdə yazılsaydı, o zaman təbii ki, zos olardı. Cavab qalır D variantı. Biz bilirik ki, kəmiyyət bildirən sözlə isim birləşirsə, a friend of mine ifadəsi kimi of-dan sonra müstəqil yiyəlik yaza bilirik. There were two portraits of Julia's in the hall. Zalda Julia'nın iki portreti var idi. Yəni, bu in the hall-un yiyəlik halla əlaqəsi yoxdur. Yer zərfli idi, cümlənin axırındadır. Yəni, bu nə deməkdir? Two of
Julia's portraits'dir. Portrait'i əvvələ keçirib deyə daha orada ikinci dəfə portrait sözünü yazmayıb. Doğru cavab qalır D. 39-cu sualda isə doğru variantı seçməyimiz deyilir. Deyir ki, burada partial sözü əhəmiyyətlidir. Biraz, yəni ki, söz bazasını bilməklə bağlı bir testdir. It is partially finished. Demək olar, yəni qismən qurtarıb. Qismən qurtarıbsa, demək there is something left. Yəni nəsə qalır. Çünki it is deyir, biz one body işlədə bilmərik, onu bildik və qismən qurtarıbsa, demək hələ tam qurtarmayıb. Ona görə something is left. Əgər orada olsaydı ki, fully finished or totally finished, təbii ki, orada deyəcəkdik ki, there is nothing left. Sonra everything də o deməkdir ki, hər şey qalıb. Sonra anything də istənilən qədər tərcüməsi uyğun gəlmir. Doğru cavab qalır Y variantı. 40-cı sual isə logically correct endingdir. Cümləni o cür tamamlamalıyıq. She got the scholarship. Baxın, o təqaüd qazandı. But she is reluctant to move abroad. Amma o xaricə köçmək istəmir. Könülsüzdür xaricə köçməkdə. Sonra isə deyir ki, 2-də deyir ki, she is not able to pay for university. O universitet ödənişini ödəyə bilmədi. Scholarship təqaüdü biz elə bilirik ki, universitet xərclərinin qarşılanması deməkdir. Təhsil haqqının qarşılanması deməkdir. 2 ona görə uyğun gəlmir. The education abroad was very expensive. Yenə də biz bilirik ki, scholarship təhsil haqqını qarşılayır. Yəni ki, xaricdə çox baha olmasının burada heç bir ardıcıllığını gətirmir. Yəni biz burada ziddiyyət deməliyik. Demək ki, she could realize her education wish. Burada o təqaüd qazandı. Onda olsaydı olardı. Belə ki, o öz arzusunu reallaşdırdı. Amma bata görə yenə 4-də olmur. Demək, burada nəsə negativ bir fikir deməliydik. Doğru cavab 5-dir. The accommodation and other expenses were needed too. Yəni, o təqaüd qazanıb, yəni təhsil haqqı ödənişini qazanıb, amma hələ də yaşayış yeri və digər xərclər qalır. Yəni, onlar da ödənməlidir. Doğru cavab qalır 1-5 ilə B variantı.